Deməli, çevrədə bucaqlara baxırıq. Çevrədə bucaqlar mövzusuna yavaş-yavaş başlayaq öyrənməyə. Deməli, görürsüz, şəkil verilib. Soruşur ki, şəkildə O nədir? Şəkildə O nədir? O, çevrənin mərkəzidir. Mərkəz. Mərkəzdir. Sonra deyir ki, OA nədir? OA. Çevrənin mərkəzindən çevrənin xəttinə qədər olan bax bu məsafə radiusdur. Çevrənin mərkəzindən çevrə xəttinə qədər olan məsafə radiusdur. Deməli, bu radiusdur. Radius. OB nədir? OB də elə çevrənin mərkəzindən çevrə xəttinə qədər olan məsafədə, o da radius sayılır. Mərkəzi bucağın adı. Mərkəzi bucaq burada AOB-dir. Bucaq AOB və yaxud da alfa. Mərkəzi bucaq AOB. Çünki O təpə nöqtəsi mərkəzdə olanda ona mərkəzi bucaq deyirik. Bir də deyirəm, O təpə nöqtəsi mərkəzdə olanda ona mərkəzi bucaq deyirik. Mərkəzi bucağın dərəcə ölçüsü nə qədərdir? Alfa dərəcədir. Alfa dərəcə. Mərkəzi bucağın söykəndiyi qövs. Söykəndiyi qövs AMB qövsüdür. Çünki mərkəzi bucaq gəlib bax belə söykənib. Oldu, söykənib AMB qövsünə. Söykəndiyi qövs AMB-dir. Mərkəzi bucağa uyğun qövs elə söykəndiyi qövs, uyğun qövs eyni sözdür. Oldu. Mərkəzi bucağın gərdiyi qövs. Gərdiyi də elə yenə həmin şeydir. AMB qövsü. Demə, söykəndiyi qövs, uyğun qövs, gərdiyi qövs deyəndə elə üzbəyiz durduğu qövs nəzərdə tutulur. Davam eləyirik. Mərkəzi bucaq 70 dərəcə olarsa, ona uyğun qövs neçə dərəcədir? Mərkəzi bucaq bax buradadır. Mərkəzi bucaq 70 dərəcədir. Uyğun qövs, yəni üzbəyiz qövs neçə dərəcədir? O da elə 70 dərəcədir. Gəldik. Mərkəzi bucaq 65 dərəcə olarsa, onun gərdiyi qövsü tapın. Mərkəzi bucaq 65 dərəcədirsə, onun gərdiyi qövs, üzbəyiz durduğu qövs elə 65 dərəcədir. Mərkəzi bucaq 40 dərəcə olarsa, onun söykəndiyi qövsü tapın. Mərkəzi bucaq əgər 40 dərəcədirsə, onun söykəndiyi qövs də elə nəymiş? 40 dərəcəymiş. Deyir ki, MKN qövsünün dərəcə ölçüsü 25 dərəcədir. MKN qövsünün dərəcə ölçüsü 25 dərəcədir. Onun söykəndiyi mərkəzi bucağı tapın. Deməli, qövs verilib, qövsə söykənən mərkəzi bucağı istəyir. Mərkəzi bucaqda elə neçə dərəcədir? 25 dərəcədir. Mərkəzi bucaq 2x üstəgəl 10-dur, söykəndiyi qövs x plus 60-dır. Biz də bildik ki, mərkəzi bucaqla söykəndiyi qövs həmişə bir-birinə bərabər olur. 2x üstəgəl 10 bərabərdir x plus 60. 2x, müsbət x sol tərəfə keçir, mənfi x olur. 10 da sağ tərəfə keçir, olur mənfi 10. X bərabərdir 50. Hazırdır. X soruşur. Çevrənin mərkəzi 65 dərəcə. Deməli, çevrənin mərkəzi O çevrənin mərkəzidir. ASB qövsü 65 dərəcədir. X-i soruşur. Deməli, O çevrənin mərkəzidirsə, AOB bucağı, AOB bucağı, buradakı AOB bucağı mərkəzi bucaqdır. Mərkəzi bucaq, əla, bərabərdir. ASB qövsündə görürsən də, ASB qövsü. ASB qövsü 65 dərəcədir. Bərabər edirsən 65 onu. 3x bərabərdir. Deməli, 120 dərəcəyə. X də bərabərdir 40 dərəcəyə. Gəldik bura. Mərkəzi bucaq 3x plus 20-dir. Onun gərdiyi qövsü x plus 40-dır. Mərkəzi bucağı tapın. Tələsməyək. Mərkəzi bucaqla gərdiyi qövs bir-birinə bərabər olurdu. Bunları bərabər eləyirik bir-birinə. Aydın oldu. 3x çıxaq x bərabərdir 40 çıxaq 20. 2x bərabərdir 20, x də bərabərdir 10. Bunlar x-i istəmirlər bizdən. Mərkəzi bucağı istəyirlər. Mərkəzi bucaq da 3 vur x üstəgəl 20-dir. 3 vuraq 10 üstəgəl 20 bərabərdir. 30 üstəgəl 20, o da bərabərdir 50. Super. Gəldik bura. ASB qövsü 220 dərəcədir.
ASB qövsü ASB qövsü 220 dərəcədir. Əla, 220. ADB qövsünü soruşur. Qövslər hamısı birlikdə cəmi 360 olmur. 360-dan 220 çıxanda 140 dərəcə edir. Super. Deməli belə. Deməli, burada yazıb ki, MKN qövsünün dərəcə ölçüsü 70-dir. MKN qövsü buradır. MKN qövsünün dərəcə ölçüsü 70-dir. MTN qövsünü soruşur. MTN qövsünün dərəcə ölçüsünü soruşur. MTN-də yəqin ki, bu qırmızı qövsdür. Düzdür, bütöv çevrə hamısı 360 dərəcədir. 360-dan 70-i çıxırıq, eləyir 290 dərəcə. Belə. Gəldik 11-ciyə. ADB qövsünün dərəcə ölçüsü 28 dərəcədir. ADB qövsünün dərəcə ölçüsü ADB nətər ola bilər ki? 280 dərəcədə, deyirəm axı. ADB 280 dərəcədir. AOB mərkəzi bucağı soruşur. ADB əgər 280 dərəcədirsə, onda bu hissə yerdə qalan 360-dan 280 çıxırsan, qalır 80 dərəcə. Düzdür, 360 olmalıdır axı hamısı. 360-dan 280 qaldı 80. Əgər buradakı qövs 80 dərəcədirsə, deməli onunla üzbəüz olan mərkəzi bucaq da elə 80 dərəcədir. Onlar da mərkəzi bucağı istəyirdilər. Belə. Gəldik bu birisi tərəfə. Deyir ki, nəticə çıxardım buradan. Nəticə çıxardın. Buradan nə nəticə çıxarda bilərik? Bu O mərkəzdir. OA radius sayılır. OB də radius sayılır. Radius sayılır. Deməli, bərabər yanlı üçbucaq var burada. Bərabər yanlı üçbucağın ortacağı iki bucaqlar da bərabərdir. Bura alfa, alfa demək olar. Məsələn, bura hamısı x-dirsə, onda buradakı qövs də məsələn x-dir. Alfa üstə gəl, alfa üstə x hamısı 180 dərəcə eləməlidir üçbucağa görə və s. Gəldik bura. Aha, burada görürük ki, R yazılıb. Yəni, doğrudan da bu tərəflə bu tərəf bərabərdir. Bərabər yanlı üçbucaq var. Bərabər yanlı üçbucaqda da həmişə təpə bucaq verilirsə, 180-dən həmin o təpə bucağı çıxırıq. Yarıya böləndə 180-dən təpə bucağı çıxırıq. Yarıya böləndə otacağa kiçik bucaqlar alınır. 40-40. Demək, alfa 40-dır. Gəldik bura. Bərabər yanlı üçbucaqdır. Demək, yan tərəfləri göstərdik. Bura oturacaqdır. Oturacağa kiçik bucaqlar bilirdik ki, bərabərdir. Bura 20-dirsə, burada 20-dir. Deməli, bucağın daxili bucaqlarının cəmi 180-dir. X üstə gəl 20, üstə gəl 20 bərabərdir 180-ə. X plus 40 bərabərdir 180-ə. X də bərabərdir 140-a. Hazırdır. Tapıldı. Sonra gəldik bura. Bu mərkəzdir. Mərkəzdir. Bu hissə radius sayılır. Bu hissə də radiusdur. Bərabər yanlıdır. Bu x-dir, bu da x-dir. Hazır. Bərabər yanlıdır axı. Bu x-dirsə, bu da x-dir. Oturacağı iki bucaqlar. AOB mərkəzi bucaq 130 dərəcədir. X-i tap. Biz də bilik ki, təpə bucağı veriləndə 180-dən təpə bucağını çıxırdıq. Onu yarıya böləndə ortacağı kiçik bucaqlar alınırdı. Hazırdır. Gəldik 16-cı suala. ASB qövsünün dərəcə ölçüsü 140-dır. ASB bura bu qövsdür. ASB 140 dərəcədir. Bura 140-ca avtomatik mərkəzi bucaqda neçə olmalıdır? 140 olmalıdır. Bilirdik ki, üzbəyizlər bərabərdir. Bu radiusdur. Bu da radiusdur. Bərabər yanlılıq var burada. Düzdür, bərabər yanlılıq var burada. Otacağı kiçik bucaqlar ikisi də eynidir. X, X. Deməli, təpə bucağı verilib. 180-dən təpə bucağını çıxıram. Yarıya böləndə otacağı kiçik bucaqlar alınır. 20-20. Hazırdır. OAB, OAB, OAB təzədən qaydıram A'ya. OAB A'ya qaydıram. Bu bucaq X 20 dərəcədir. Sonra gəldik bura. ADB qövsü 200 dərəcədir. ADB. Baxın, ADB. Bu qırmızı olan yer 200 dərəcədir. Onda bu yaşıl olan yeri tapmağa nə var ki? Bura 200-dürsə, 360-dan 200-ü çıxaram, eləyər 160. Tapdım. 160-dırsa mərkəzi bucaqda elə nədir? 160-dır.
Bunlar O-dan çıxan OA və OB radiuslardır. Bərabər yanlıdır. 180-dən 160-ı çıxaram. 22 ilə bölərəm. Onun otacağı bir bucaqlar taparam. OBA. OBA qaydırıq B-yə. OBA qaydırıq B-yə. Deməli, bu bucaqdan söhbət gedir. 10 dərəcə. Hazırdır. Çox gözəl. OAB 25 dərəcədir. OAB yəni A. OAB qaydırıq A-ya yəni A. 25 dərəcədir. Amma burada bildik ki, bərabər yanlış tutacaq var. Bura 25-dir, burada 25-dir. 25, 25, 50, 180-dən də 50 çıxanda elədi 130. Bura 130-sa mərkəzi bucaqda 130-dur. Uyğun qövsdə 130-dur. Deyir, ACB qövsünün dərəcə ölçüsünü tapın 130 hazırdır. Gəldik burada. Bura 50 dərəcədir. Aha, biz bildik ki, bu da radiusdur, bu da radiusdur. O-dan çıxıb. Bərabər yanlı. Deməli, bura 50-dirsə, burada 50-dir. 50, 50, 100, 180-dən 100-ü çıxanda qaldı 80. Bu 80 isə mərkəz bucaq üzbəyüzdə 80 dərəcədir. ADB qövsü, ADB, bu yekə qövsü istəyir. Balaca qövsü 80 isə 360-dan 80 çıxırıq, yekə qövsü 280 olur. AMB qövsünün dərəcə ölçüsünü soruşur. O mərkəzdir. Deməli, ortadan keçən diametr sayılır. Diametr 362 ilə bölür də 180, 180, 2 bərabər hissəyə bölür. AMB qövsü budur. Deməli, 180 dərəcədir. Əla.